Nərimanov elektrik deposunun yol sahələrində yüksək gərginliyin verilməsində yaranan qısa müddətli fasilə səbəbindən qırmızı və yaşıl xətlərdə qatarların hərəkəti intervalında gecikmələr olub. Mətbuat xəbər verir ki, bununla bağlı Bakı Metropoliteni QSC məlumat yayıb. Bildirilib ki, qısa müddət sonra Nərimanov elektrik deposu xətlərinə yüksək gərginliyin verilməsi tam bərpa olunub. Qatarların xəttə daxil olması prosesi artıq başlanıb. Baş vermiş qısa fasilə səbəbindən hazırda qatarlar arası intervalda müəyyən gecikmələr müşahidə olunur. Qrafikə uyğun fəaliyyətin bərpa olunması üçün xidmətlərimiz tərəfindən zəruri tədbirlər görülür və yaxın zamanda hərəkət tam normallaşdırılacaq. Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik. Qeyd edək ki, metroda yaranan qısa fasilə səbəbindən Bakmin stansiyasının fəaliyyəti də məhdudlaşdırılmışdı.